Hollywood təbəssümü ya da o dövrün venerləri. 1928-ci ildə Kaliforniyada bir stomatoloq Charles Pincus inanılmaz bir fikir irəli sürdü. İdeal təbəssüm yaratmaq və bunu kino ulduzları üçün iri planda çəkilişlərdə istifadə olunmaq üzrə etdi. O, xüsusi protez tozu ilə nazik keramik lövhələri, yəni indiki venerlərin ilk versiyalarını dişlərin görünən hissəsinə yapışdırırdı. Bu venerlər isə cəmi bir neçə saatlıq idi. Onlar sadəcə çəkiliş üçün hazırlanır, sonra çıxarılırdı. Aktyorlar sözün əsl mənasında rol üçün təbəssüm taxırdılar. Bu texnologiyanın ilk istifadəçilərindən biri məşhur aktyor Clark Gable idi. Dişlərində ciddi problemlər olsa da, Pincus'un sayəsində o milyonların sevdiyi xarizmatik bir simaya çevrildi. Bu estetik stomatologiyanın başlanğıcı idi. Amma o zamanlar bu lövhələr sadə yapışqanla bərkidilirdi və uzun ömürlü değildi. Venerlər yalnız çəkiliş vaxtı gözəl görünmək üçün nəzərdə tutulmuş müvəqqəti bir illüziya idi. Elə buna görə bu üsula Hollywood təbəssümü adı verildi. Təkcə gözəlliyinə görə yox, həm də bu təbəssümə sahib olanlar arasında Elizabeth Taylor, Audrey Hepburn kimi əfsanəvi ulduzlar olduğu üçün. Venerlər sadəcə kinoya aid dekor olaraq qala bilərdi. Amma 80-ci illərin sonunda tədqiqatçılar inanılmaz bir dönüş nöqtəsi yaratdılar. Kompozit yapışqanlarla venerləri uzun müddətli və etibarlı şəkildə bərkitmək mümkün oldu. Və bu anla birlikdə estetik stomatologiyanın yeni bir dövrü başladı. Bugün isə Hollywood təbəssümü artıq yalnız kameralar üçün deyil, hər kəs üçün əlçatan bir reallıqdır. Bu hekayə 1928-ci ildə Kaliforniyada başladı. Amma sizin təbəssümünüz elə indi Bakıda Swistent klinikasında başlaya bilər.